qədər ki, yanğın bu ölkədən çıxmayacaq, dövlət qurumları bu işdə bir maraq göstərməyəcək. Ömür boyda bu beləsinə yalandan sertifikat al, nə bilim, onu elə, ortada da heç şey yox. Ancaq alınmalısı. Buramda bir sevinmişliği, bir de sökəndə sevinirim. Yenə söküntü işləri gedir, əlbəttə. Cəmaət bezib. Maşınlar heyf olur. Maşından əlavə qiymətlər necədir? Sıfır. İstismara uğruyor yenə. Heyf oldu, maşınlar heyf oldu. Vallahi billahi heyf oldu maşınlar. Əziyyət çək, 200 manat verir. Reklam vurdur, axırda da bonuslar köçməsin. Həbərə elə, səhərdən akşama qədər. Eşək kimi işlər, heç sənə yoxdur. 3 manat, 2 manat 80 qədir. Güya kompensasiya edir, kompensasiyada hara gedir, necə gedir, heç kim bilmir. Heç biri də köçdür. Aradan maşınların üstü bərbaq kimi qoyulur. Bütün şəhərdə yaşıl top kimi fırlanır. Sökün atın, geçsin qalmır. Harika deyil.